Ziyafət salonunun böyük və 2 taylı qapısı birdən açıldı. 3 nəfər salona daxil oldu. Onlardan birisi Nizami, ikincisi şairin qadını Rəna, üçüncüsü də böyük sənətkar Məhsəti xanım idi. Nizami Məhsəti xanımın əlini öpərək dedi: "Bir xalqı məhv etmək istəyirsənsə, onun əlindən 3 şeyi al: dilini, şeirini, musiqisini. Mənim anam və ustadım yerində olan Məhsəti xanım özünün əbədi yaşamasından əmin olmalıdır. Çünki sizin kimi insanların yaratdığı cəvahirlər çürüməz və tarixdən silinməz cəvahirlərdir. Bir zaman gələcəkdir ki, vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəklər." Məhsəti xanım Süsəni səsləyərək dedi: "Süsən, udu gətir bura. Acı ilə yaşayır əhli hünərlər. Hünər çeşməsinə uzanmaz əllər. Cəhalət oduyla cahil adamlar qurutmuş kəhrizi səmumdan betər." Şeirin tərcüməsi Zeynəb Cəmaləddinə aiddir. Məmməd Səid Ordubadinin şah əsərlərindən biri olan Qılınc və Qələm romanından tarixi Ziyafət adlanan fəslindən kiçik bir hissəni ixtisarla sizə təqdim etdik.